Dostlar, xoş gördük sizləri. Bu mənim sizlər üçün ilk videomdur. Mən bundan sonra inşallah Allah izin versə sizlərlə yeni videolar paylaşacağım. Düzdür, evimdə elə bir şəraitim olmasa da sizlər üçün çalışacağım. Videolar çəkim, yeməklər çəkim, pişirdiyim gündəlik həyatımı çəkim. Belə bacardığım qədər edəcəm ki, sizlərin rəğbətini qazanım, hörmətini qazanım. İnşallah. Bu mənim bugün pişirdiyim ərik mürəbbəsidir. Düzdür, bir-iki yerləri belə axşamdan şirəyə qoymuşdum deyinə. Nəsə üzü belə qızarmış olmadı oldu. Heç özüm də bilmədim nədən oldu. Amma çox gözəl çıxıb, rəngi də gözəldir. Videoda belə qızartdaq görünməyinə baxma, amma ki çox gözəl çıxıbdı. Bunları soyusun, indi bişdi, çəpini aldım. Bankalara yığımda sizdə göstərəcəm. İnşallah like edəsiniz, abunə olarsınız. Mən də bəzi blogerlər kimi irəli keçərəm sizin sayənizdə. Düzdür, onların bəzi blogerlərin şəraiti ilə mənim şəraitim uyğun deyil. Şəraitimdir, yaşayış tərzimdir, evimdir, işlətdiyim əşyalardır. Düzdür, köhnə də olsa, yeniləri olmasa, əsas odur ki, sizin rəğbətinizi qazanım. Hər şey yəqin ki, sizin əlinizdədir. İnşallah Allahın izni ilə hər şey yaxşı olacaq, inanıram sizlərə.